Ən qəliz məsələ düzgün vaxtda düzgün işçini tapmaqdır. Korona zamanından sonra gastronomda işləmək istəmirlər. Axırıncı dəfə ki, mən toya 3 il bundan qabaq getmişəm. Yəni, anam çox ciddi şəkildə təhsilimizlə məşğul olub. Atam da çox ciddi şəkildə maddi təmin edib bizi. Restoran işinə girməkdənsə otel işinə girsinlər, daha karlı. Bunu hardan çıxardacaq? Yəni, o iş getməsə nətər olacaq? Yəni, müştəri həmişə haqlıdır cümləsini unudun. Bir hadisə baş verir, müştəri haqlıdır. Niyə ki, elə bir kim haqlıdırsa o haqlıdır. Hər vaxtınız xeyir olsun Biznes TV-nin dəyərli izləyiciləri. Bizdən biri proqramı yenidən fərqli bir rubrika ilə qarşınızdadır. Bugünkü qonağımız Cavid Ağayevdir. Artıq neçə gündür ki, sosial media paylaşımınızdan hər birinizə məlumdur. Almaniyada uzun illərdir yaşayan sahibkar. Gəlin vaxt itirmədən sözü verək Cavid Ağayevə. Görək Cavid Ağayev kimdir və hansı biznes növü ilə məşğuldur. Necə gəldiyini ilk öncə onu sorur. Yaxşı idi, rahat idi. Rahat? Rahat idi. Almaniya yolları xoşuma gəlir. Əla. Əsas məsələlərdən biri odur. Yollar əladır. Cavid, necə oldu ki, Almaniyada biznes qurmaq qərarına gəldin? Şəxsi biznesin daha karlı olduğunu düşünürdüm. Bu daha işləyə-işləyə, bəlli yerlərdə işləyə-işləyə, bəlli insanlardan öyrənə-öyrənə qərar verdim ki, yox elə öz işimi qursam daha yaxşı olar. Öz biznesimin, özümün işçisi olsam daha yaxşı olar, başqasına işləməkdənsə. Necə oldu ki, Almaniyaya gəlmək fikri səndə yarandı? Almaniya bizim evimizdə Alman küləyi var idi. Yəni, atam 89-cu ildən Almaniyaya gedib gəlirdi, daha Sovet zamanından. Ona görə bizim evdə artıq o Alman ideyası formalaşmışdı. Yəni, ona görə fikirləşirdim ki, Azərbaycanda təhsilimi alım, bu əsgərlik məsələsi falan bitdikdən sonra Almaniyaya yerləşim, orada davam edeyim. Azərbaycanda hangilərdə təhsil almışsınız? Azərbaycanda Milli Aviasiya Akademiyasının Beynəlxalq İqtisadi Münasibətlər Fakültəsini qurtarmışam, magistraturasına qədər. Və yolunuz artıq Almaniyadan keçdi ki, gəlim elə Almaniyada da öz biznesimiz sahibi. Öncə belə idi ki, təhsilimə görə Almaniyada davam eləmək, burada işte fərq imtahanlarını falan verib, ona uyğun bir iş tapıb işləmək falan belə bir şey idi. Zamanla bu dəyişdi. Biz paylaşımlarda yazmışıq ki, sahibkar, biznesmen, tamaşaçılarımız yazıb ki, nə biznesindən məşğuldur bu adam. Bəlkə kimisə əlinin altında işləmir, özündə biznesmen deyir. İlk öncə bu haqda məlumat almaq istərdim. Nə biznesindən məşğulsan? Hal-hazırda otel, restoran və pizzeriya var və bəzi ortaq işlər var. Onlar da gastronomi üzərindədir, amma onları hesabdan saymıram. Yəni, əsas özümə məxsus olandan deyirəm, yəni harada ki, tək sözüm keçərli yerdir. Oteldir, restoranda, pizzeriyadır. Artıq 6-7 ildir. İlk illərdə qarşılaşdığınız çətinliklər nə olub? Çətinliklər çox. Çətinliklər, ən önəmli çətinliklər Alman bürokratiyasıdır. Sənəd, kağız, çoxuz işləri. Yəni, kifayət qədər Alman dilin olmalıdır ki, bu sənəd, kağız işləri ilə məşğul olasan. İstər bu vergilər dairəsilə, bu finansam dediyimiz olsun, sığortaları ilə. Bunlarla məşğul olmaq üçün kifayət qədər vaxt ayırmalısan. Bu da başda çox çətinliklər yaradır. Tam anlayana qədər, işi yoluna qoyana qədər, iş saatlarını tənzimləyənə qədər, işçi sistemini qurana qədər, səndən işləmək istəyirlərmi, sən onlarla işləmək istəyirsənmi? Bunlar başda ta ki, o qatar yola çıxana qədər çətin olur. Bu yollarda hansı maneələrlə qarşılaşmısınız və hal-hazırki günə qədər davam edir? Bu günə qədər də davam edən ən böyük problem, mən deyərdim, bəlkə tək məndə deyil, bu Almaniya genəlində belədir. İşçi, yəni, işçiliyin ayıb da çıxması, yəni işləyəcək adamı tapmaq, doğru işləyəcək adamı tapmaq. Yəni, o çox qəliz məsələ. Mənim açımdan ən qəliz məsələ düzgün vaxtda düzgün işçini tapmaqdır. Yəni, nə kifayət eləmir sənin üçün? İnsanlar, hətta mən belə deyərdim, korona zamanından sonra gastronomda işləmək istəmirlər. Səbəb?
Gastronomda işləməmə səbəbi, yəni bizim də işçi tapma çətinliyimizin əsas kaynağı budur. 6-cı və bazar günü qurban verməlisən, bayram günləri qurban verməlisən. Yəni hamı evdə olanda sən işdə olmalısan. Axırıncı dəfə bəlkə mən toya 3 il bundan qabaq getmişəm. Çünki hər kəs toyunu, düyününü 6-cı günə, 5-ci günə və bazar gününə salır. O gün də bizim iş günümüzdür. Yəni bizim daha çox kassa elədiyimiz gündür, ona görə işdə oluruq. Bu da gənclər artıq bunu istəmirlər. Mən belə başa düşürəm ki, biznes qurmaq yolunda hər kəs müəyyən çətinliklərdən keçir də. Sizin də keçdiyiniz çətinliklər olubmu? Mütləq. Ya çətinlik dediklərim, əgər yanında səni anlayan biri varsa, məsələn mən belə deyək də, anam, atam da yanımda olublar. Yəni hər bir nöqtəyə toxunmaq istəyirəm. Yəni anam çox ciddi şəkildə təhsilimizlə məşğul olub. Atam da çox ciddi şəkildə maddi təmin edib bizi. Yəni mənim nə təhsillə, nə maddiyyatla problemim olmayıb bu yerə gələnə qədər və həyat yoldaşım. Yəni əgər evlisinizsə, gənclərə deyirəm, əgər evlisinizsə, gastronomi işi ilə məşğul olacaqsınızsa, sizi anlayan həyat yoldaşı lazımdır. Sizi dəstəkləyən həyat yoldaşınız lazımdır. Uğurunuzun 80%-dir. Bunu bir not kimi deyim. Mənim də çətinliklərimdən, yəni çətinliklərimdə həyat yoldaşım çox yanımda olub. Başda çətinliklər maddi olur, kapital düzəltməlisən, işini qurmaq üçün zaman ayırmalısan. Yəni işləmirsən, öz işini qurmağa çalışırsan, o arada sənə kömək edən adam lazımdır. Yəni səni dəstəkləyən, istər maddi, istər mənəvi, yanında olan, kağızlarla maraqlanan, anketlər doldurmalısan, formullar doldurmalısan, işte nə deyək ona, firmaya qeydiyyatdan keçmək üçün falan. Baxma, təzəsən burada, indi mən bir 10 il bundan qabağı deyirəm də, Almancan zəifdir, başa düşmürsən. Bu ən önəmlisi, yəni bayaq dediyim kimi, bu kağız-çoğuz işlərindən ciddi maraqlanmaq lazımdır. Təməli düzgün qoymaq lazımdır. Ən böyük çətinliklər oradan başlayır. Əgər bir kapital, 2 bürokrati. Bunları atlatdıqdan sonra artıq rahatlaşırsan. Azərbaycandan Almaniyaya gələn şəxs ilk gündən öz biznesini qura bilərmi, yoxsa zaman lazımdır? Əgər bura gəlirsə, məsəl üçün deyəlim ki, gəlir bura, kapitalı varsa və Almancası varsa və yaxud da ki, bir güvəndiyi bir buxaltımı, bir vəkilmi, bu işlərini, bu bürokrati işlərini apara biləcək və onun ödəməsini eləyə biləcək gücü varsa, niyə də olmasın ki? Yəni əsas olan bu məsələləri həll etməkdir. Birinci bu məsələlər. Bəli, finans olayları həll olmalıdır, firma işləri həll olmalıdır. Yəni bunlar Almaniyada sürətli gedən işlər deyil. Bunlara zaman lazımdır. Əgər yenə gastronomidirsə, orada Gesundheitsamt dediyimiz yer var, bu həkim kontrolu. Bunlar qısa sürədə olan şeylər deyil, bunlar zaman istəyir. Əgər kifayət qədər kapitalı varsa, qurduğu işə görə eləmək olar, niyə də olmasın ki? Əzmdən asılıdır. Hal-hazırda 3 biznesiniz var da. İkisi gastronomide, bir otel. Əslində otel turizm gedir, amma gastronomidə hesab eləmək olar hardasa. Gastronomiya aid edirik. Hardasa. Deyək ki, bu 3 biznes arasında ən çətini hansıdır? Restoran. Restoran sistemi. Hər zamanki kimi. Pizzeriya, şinel, biz deyirik, biz ona məsəl üçün bistrolar, onlar daha fərqlidir, daha rahatdır. İşlədiyin sektor da bəllidir. Kütlə də bəllidir, amma restoran biraz ağırdır, çünki insanlar ora deyəlim axşam yeməyinə gəlir və yaxud da ki öz ad günlərini eləməyə gəlir, toylarını eləməyə gəlir. Yəni hər kəsin həyatında bir dəfə olan şeydir toy. Orada risk eləməyin və yaxud da ki yəni olmadı, alınmadı deyən bir də təzədən eləyim deyə bir şey yoxdur. Yəni adamın toyudur. Yüksək səviyyədə çıxmalısan, yüksək səviyyədə də şey eləməlisən, yəni idarə eləməlisən. Restoran üçündən də çətindir, otel hamısından asandır və əladır. Yəni gənclərə tövsiyəm restoran işinə girməkdənsə otel işinə girsinlər, daha karlıdır.
Yəni ən azından Azərbaycanda məsələn otellərin deyək ki, %70 ekstralara çalışır. Amma siz turistlərə çalışırsınızsa, mən düşünürəm ki, Almaniyanın da fərqli illəri və sezonları var ki, həmin o sezonlarda, illərdə deyək ki, turistlər daha çox axın edirlər. Tamamilə. Mən düşünmürəm ki, almanlar öz evlərini qoyub gəlib oteldə gecələsinlər. İndi uzaq məsafələrə gedən deyək ki, mən Lipştatdan Axına gedirəmsə, əlbəttə ki, məcbur dala qayıtmamaq üçün oteldə qala bilərəm. Tamamilə doğrudur. Çox düz vurğuluyursan. Məsəl üçün bizim otelimiz də bir təbiət qoynunda da belə deyək bir kənddədir. Yəni bizim sezonumuz 5 aydır. 5 aydan yəni bacardığımız qədər sərfəli istifadə etməliyik. Yəni günəş bizim üçün çox önəmlidir. Yəni Almaniyadakı bir çox, yəni 90% otellərin işləmə prinsipi şeydir. Vandamlar dediyimiz turistlər, işte yürüyüşə gələnlər, gəzməyə gələnlər. Yəni hardan baxsan yenə də hal-halükarda oteldir. Çünki məsələn Azərbaycanda otel sektorunda deyək ki, əslində Azərbaycanımızda yayın deyək ki, istisi varsa, qışın da soyuğu var, standartdır. Almaniyada bir gün içərisində 4 fəsili yaşaya bilirik. Bu 4 fəsili yaşamaq da bu otel şəbəkəsi üçün yəni böyük bir riskdir əslində. Amma o risklər, pul, gəlir və risk üçün də əlbəttə ki, bir sualım var. İlk biznesinizi quranda nə qədər maliyyə riskinə getmişdiniz? İlk qurduğum otel, restoran ikisi bir yerdə olub. Eyni vaxtda başlamışam, o ikisinə də. Rəqəm deməliyik, rəqəm deyim, gizli bir şey deyil. Yəni 60-70 min arası evro ilə kapital ayırmışdıq bu iş üçün. Başdan başlamaq üçün işte malzeməsinin alınması, kiraların ödənməsi, işte dediyim kimi bu xatirlərin ödəmələri, yəni aşağı yuxarı lazım idi o qədər. Biznes qurduğun zaman gecələr səni yuxusuz qoyan, yəni bir xatirən və ya qorxun olubmu? Bunu hardan çıxardacağıq? Yəni o iş getməsə nə tər olacaq? Yəni ki, əlindəki sərmayəni ayırırsan, vaxtını ayırırsan, o vaxtı gedib işləyib pul da qazana bilərdi məsəl üçün hardasa. Çünki adam qorxar ki, 60 min qoymuşam, batıraram birdən. Hə, işte məsələ oldu da, adamın yuxusu hər şey çəkir. Yəni kapitalı ayırmısan, halbuki gedib işləyib o pulu qazana da bilərdin. İşə də getmirsən. Məsələn deyəlim ki, burada məsələn siz bilərsiniz də çox işləri özümüz görürük. Hər şey üçün usta çağırmırıq, hər şey üçün gəlsin o təmir eləsin, bu təmir eləsin yoxdur. İnsan əlindən nə gəlirsə çalışır ki, onu özü eləsin. Zamanını ayırırsan, pulunu ayırmısan, nə olacaq? Yəni bilmirsən ki. Adam iflas etməkdən qorxur. Deyirsən ki, indi sadə yendirəm, ona gedirəm ki, əgər evlisinizsə yoldaşınız, əgər subaysızsa daha rahatdır. Yəni insanın yanında onu başa düşən yoldaş olmalıdır. Ki o anlarda desin ki, narahat olma. Yəni kifayət edir, o 3-5 cümlə kifayət edir ki, səni təzədən motivasiyon olsun, səhər təzədən belə deyək də tam qüvvənin işə başlayasan. Sənə desin ki, narahat olma, hər şey yaxşı olacaq. Olmayacaq, pulumuz batacaq, canımız sağ olsun. Bu çox önəmli cümlədir. Qeyd etdin ki, yəni hər şeyin başı can sağlığıdır və yoldaşın da səni belə deyək, belə motivasiya elədi və belə düşündün ki, həqiqətən də bu belədir. İndi belə iki situasiya var da burada. İflas etmək iki dövlət arasında fikirləş. Yəni Almaniyada iflas etmirsən, Azərbaycanda iflas etmirsən. Yəni Azərbaycanda deyək ki, iflas etsəydin, hər şeyin başı can sağlığıdır, məncə deməzdin. Kimi düşünürəm. Onda fərqli yanaşmalısan da, yəni olduğun yerə görə yanaşmalısan. Yəni bu işi harda görürsənsə, oranın şərtlərinə görə davranmalısan. Üzr istəyirəm, əslində məncə insan biznes quranda harda qurduğunu ilk öncə göz önündə tutmalıdır. Aynen belə. Birinci şərtlərə baxmalısan da, sən hardasan. Və tələbatı nədir oranın? Oranın uyğuna görə, ora görə, keçə biləcəyin məbləğə görə. Yəni hansı dərəcə səni həyatını, yəni təbii məsələdir, itirilən məbləğ elə də belə də təsirini göstərəcək, amma yəni hansı dərəcə səni o belə deyək də artıq gətirib intihar dərəcəsinə və yaxud da ki, bu sağlamlığı əlindən verəcək dərəcəyə gətirib çatdırmayacaq. Yəni o məbləği də nəzərdə alınırsa, məsəl üçün Azərbaycan olsun, Almaniya olsun, fərqi yoxdur. Azərbaycanda da işlər görürük. Yəni nəzərə almalısan ki, səni nə rahat eləməyəcək, sənin nə dərəcə sənin və yaxud da ki, evladın varsa, evladlarının
artıq belə deyək də ruzisini kəsməyəcək. Yəni oradan sonrasını risk atmalısan. Yəni bütün yığdım, yığışdırdım, borc aldım, elədim, onu elədim, mən iş qururam. Yəni belə bir almanların düşüncəsi də var ki, bir adamı döyürsən və yaxud da hər hansı bir xırda xuliqanlıq eləyirsən, Hə, keçərlidir. bunlar keçərlidir. Amma gəl ki, vergi qaçır, 20 ilə qədər səni həbs gözləyir. 10 eurodan da olsa başlayar. Yəni düşün 10 evro belə uğurlasanız, yəni deyək ki, vergi 10 evro vergi qaçırtmış hesab olunsanız, dövlətə xəyanətdən günahlandırılırsınız və çox bir neçə il də deyil, yəni 3-4 il də deyil. O getdi daha. Qalxdı, nə qədər o gedər çıxmaz da o məncə. artıq sənin tutduğun vəkillərdən dəyişik məsələdir. Vergi ilə problem yaşamayın. Hal-hazırda qurduğunuz biznesin üzərindən danışaq. Qurduğunuz biznesi deyək ki, bu 3 dənə məkanı Azərbaycanda da qurmusunuz. Almaniya və Azərbaycanı müqayisə etsək, hansında qurduğunuz biznes daha çox gəlir gətirər sizcə? Yəni deyək ki, Azərbaycanda biznesiniz yoxdur da indi. Eyni sektordan danışırıq. Bunu da otel sektorundan deyək. İndi qeyd edək ki, hal-hazırda Azərbaycanımızda quru sərhədlərinin çoxu bağlıdır da, yəni onda deyək. Məncə əgər otelin Bakıdadırsa, yəni artıq Azərbaycanda danışırıqsa, onda şey də önəmlidir, şəhər də önəmlidir. Yəni hansı şəhərdədir? Yəni bu Qubadadırmı, Qəbələdədirmi, yoxsa Bakıdadırmı? Oteldimi, pensiyondurmu, AFQ-dir, bu yeni dəbə düşüb Azərbaycanda da. Bunları da nəzərə almamız lazımdır onda. Məncə otel sektoru Almaniyada daha çox tutur, nəinki Azərbaycanda. Çünki hələ Azərbaycanda biraz mental baxış da fərqlidir otellərə. O düzdür ki, biznesmenlər ciblərində biznesmen olduğunu göstərmək üçün çox pul gəzdirir. Mənə aid bir şey deyil. Bir biznesmen olaraq hal-hazırda cibində nə qədər pul var? 200 euronun üstündə olmaz. Bu qalanda kartdadır. Kartda biraz var ha. Amma yəni Ən çox kartda gəzdirirsiniz, kasıb yəni görmək. 150-200 euro məncə günlük Almaniyada kifayət qədər. Günlük 200 euro. Bəs eləyər hər şey üçün. Çox azdır. 6000 xərcləyirsən də aya. O nə ilə əlaqəli? Tək özüm üçün yoxsa ümumi? Yox da əgər günlük 200 euro götürürsənsə cibində xərclənirsə aya bir 6000. Anladım. Başa düşdük. Belə də biz başa düşdük ki, sən yəni bir şirkətdən cibinə qalan 6000. Təşəkkür edirəm. Buradan aidiyyəti qurumlar artıq öz informasiyalarını alsınlar. Bir dənə vergi dairəsində. Deməli, sektorun iç yüzü var da. Bu biznesdə sizi ən çox narahat edən nə olur? Müştərilərdən söhbət gedir. Mənim ən çox Və yaxud da sevmədiyim üzr istəyirəm rəqiblərdən. Hə, müştəri ilə bağlı bir şey deyim. Məsələn, mənim işlətmə yerlərimdə, harda ki mənim ağırlığım varsa, orada hər yerdə deyirəm, müştəri həmişə haqlıdır cümləsini unudun. Aha. Yəni bu müştəri həmişə haqlıdır, yalan. Yəni bu bilsən kimə aiddir? Amerikan qarsonları, İngilis uşaqlarına aiddir. Yəni onların tabiridir bu. Müştəri həmişə haqlıdır. Haqlı, kim haqlısa o haqlıdır. Yəni niyə müştəri həmişə haqlı olmalıdır ki? O nətər bir bu yanlış fikirdir. Yəni belə eləyə elə bir vəziyyətə gətirib çıxardıblar ki, artıq müştəri də müdirə və yaxud da işçiyə necə deyirlər, sərt danışır, sərt davranır. İstədiyi kimi davranır və yaxud da ki bir hadisə baş verir, müştəri haqlıdır. Niyə ki elə bir kim haqlısa o haqlıdır. Niyə yəni o işləyən adam haqlı ola bilməzmi ki? Nətər cümlədir o absurd bir şeydir. Mənim belə deyək də baxış açısından. Mənə görə birinci mənim yanımda işləyən adamlardır. Deməli, bu biznes sahəsində əlbəttə ki, rəqibləriniz var. Bu rəqiblər sizə çətinlik yaradır və o rəqiblərin neçə faizini azərbaycanlılar təşkil edir? Rəqibi sevirəm. Xoşuma da gələr ki, mənim restoranım olan yerdə bir neçə restoran daha olsun. Və yaxud da ki, o tip bir şey olsun. Ki, ora daha çox insan gəlsin və mən də işimdə daha ciddi olum, daha nəzarət edeyim, daha belə deyək, əzmlə işləyim ki, məni seçsinlər. Bu əla, amma faktiki olaraq mənim olduğum yerdə Azərbaycanlı restoranı və yaxud da ki, oteli və yaxud da ki, belə bir şey yoxdur. Hətta
Diyelim ki bizim olduğumuz yerde 9 kənd var. En büyük otel de məndə olduğuna görə, yəni elə bir rəqib problemim yoxdur. Qarşınıza süni maneələr çıxardan insanlar olub? İstəyib amma yəni ki öz aləmində bəlkə də cəhd eləyib, amma mən şərait yaratmağım elə şey. Gənclərə hansı səhvləri etməməyi məsləhət görürsün? Mən nə deyərdim gənclərə? İşinizdə qərarlı olun, işinizdə əzmli olun, hamıya qulaq asın, amma öz bildiyinizi eləyin. Yəni, başqasının, belə deyək də, xəyalını gerçəkləşdirəcək qədər zamanınız yoxdur. Öz işinizi görün, öz xəyalınızın dalınca gedin. Başqa hər şey yaxşı olacaq. Deməli, siz də Azərbaycanlısınız və neçə ildir buradasınız? 15 il. 15 ildir də, düzdür? Bu yaxınlarda sizin otellərin birində Azərbaycan gecəsi oldu. Retro gecəsi. Azərbaycan retro gecəsi oldu və Azərbaycandan musiqiçiləri gəlmişdi də. Bu anda o musiqiləri duyanda və necə deyim, elə bir ortam olubmu ki, məsələn Azərbaycanlılarla bir yerdə oturmusunuz falan. Belə qürbətçilik hiss eləyəsiniz. Mütləq. İnsan hara gedir getsin, fabrik ayarları dəyişmir. Fabrik ayarı kimdə danışan? Mənim uşaqlarımda. Onlar bəlkə o hissi almazlar, çünki gözünü açıb buranı görür, amma bizdə mümkün deyil axı. Ürəkdə orada bir yerdə o var. Eşidirsən, o mahnı ilə bir şeyi də xatırlaya bilərsən. Hətta məsəl üçün itirdiyin birini xatırlaya bilərsən. Yəni bu təsir edir. Yəni siz yəqin ki, orada o situasiyanı yaşadınız. Bu nəsə ürəkdən danışdınız. Biraz xəyallara daldıqdır. Əlbəttə. Elə olub ki, məsəl üçün Almaniyada olduğun zaman kimisi itirmisən və yasına çata bilməmisən. Olub. Babamı itirmişdim və o vaxtda sənədlərim hələ tam düzəlməmişdi. Və mənim belə deyək də başda vurğulamışdım. Atam Almaniyadaydı. Atam, anam, qardaşım buradadılar. Mənə onlar baxıblar. Və onu itirəndə də ora gedə bilmədim. Yəni o getsin, gəlməsin o günlər. Hal-hazırda biznes sahələrindən gələn qazanc sizə imkan yaradırmı? Yeni investisiya planları qurasınız? Gəlir müsahidə eləyir, amma zaman yox. Bu dəqiqə əlavə bir iş görməyə zaman yoxdur. O bir əldə iki qarpız tutmazlar deyilən bir şey var. Yəni elə bir şey olar. O da yarımçıq olar, bu bir tərəfi də axsadarsan. Hal-hazırda bugünkü dövrdə biznesiniz və biznesləriniz sizə imkan yaradırmı? Gələcəkdə övladlarınız üçün nəsə bir yatırım buraxasınız və yaxud da sizdən sonra övladlarınız ondan faydalansın? Bu günə görə danışsaq, kifayət qədər varlardı artıq. Məncə daha ehtiyac yoxdur. Kifayət qədər artıq övladlarınız üçün yatırım ayırırsınız. Ehtiyac yoxdur daha. Məncə bundan sonra, hətta belə deyim, fikirləşirəm ki, 45 yaşından sonra hər şeyi dayandıracam. Və verilişimizin artıq sonuna gəlib çıxırıq və necə deyərlər, söz sizdədir. Buyurun, gənclərimizə və izləyicilərimizə nə demək istərdiniz? Bayaq dediyim kimi, gənclərə dediyim, gördüyünüz işin mahiyyətinin nə olduğunu anlayın öncə. Bu işdə sizi nə gözləyir və bu işi eləmə həvəsiniz varmı? Yəni, bu fikir də yanlış fikirdir ki, insan gərək sevdiyi işi görsün. Sevdiyin iş gəlir gətirən işindir. Bir iş sənə gəlir gətirirsə, sən onu sevəcəksən. Çünki oradan kar əldə edirsən. Sevdiyin iş belə olsa, əgər sənə kar gətirmirsə, sən zaten ondan sıxılacaqsan və başqa bir şey axtaracaqsan. O sevdiyim iş falan, onlar hamısı boş şeydir. Düzgün iş görün, vaxtında lazım olan işi görün, qərarlı olun, əzmli olun, hamıya qulaq asın, hər kəsin ideyasına qulaq asın, amma qərarı özünüz verin. Bir Azərbaycanlı kimi bizi də qürurlandırır. Mən təşəkkür edirəm sizə. Bir Azərbaycanlı olaraq, yəni vətəndən kənarda olsa, biznes quraraq ən azından öz vətənimizin milli mənəvi dəyərlərini də yaşadırsınız, bunu qoruyub saxlayırsınız. Məsələn, retro gecəsini əlimizdən gələn qədər gətirdim və düşünürəm ki, uğurlarınız daha böyük olacaq və biz də bu proqramla çalışırıq ki, vətənimizdən kənar olan həmyerlərimizin uğurları haqqında bir balaca bir töhfə verək.
televiziya vasitəsilə azərbaycanlılara, gənclərimizə çatdıraq və bəlkə elə gənclərimiz var ki, bu dəqiqə monitor arxasında, televizorda izləyərkən düşünür ki, ayda görən mən də nə vaxtsa Almaniyaya gəlib biznes qura biləcəm və gəlsəm necə qura biləcəm. Əziz dostlar, gəldik verilişimizin sonuna və qeyd etmək istərdim ki, bugünkü qonağımız Cavid Ağayev oldu, Almaniyada yaşayan biznesmen. Biz isə sizinlə növbəti proqramımıza qədər sağollaşırıq. Növbəti proqrama qədər sağ olun, Sağ olun, təşəkkür edirik. Sağ olun. Çox sağ ol.